Radiusu 20 metr olan çevrənin K nöqtəsindən iki cisim eyni anda, eyni istiqamətdə 5 və 2 sürətlə keçirlər. Cisimlər ilk dəfə neçə saniyədən sonra görüşər. Deməli, ikinci cisim yavaş hərəkət eləyir. Birinci cisim isə daha sürətli hərəkət elədiyi üçün önə keçmiş olacaq. Yəni, bu cisim getdiyi məsafəyə nisbətən birinci cisim daha böyük məsafə getmiş olacaq. Qısası, ikinci cisim müəyyən bir məsafəyə gələnə qədər birinci cisim bir tam dövr edib və əlavədən də həmin cismin getdiyi yol qədər yol gedərək ona çatmış olacaq. Deməli, burada ikinci cismin getdiyi yolu x ilə işarə eləsəm, onda birinci cismin getdiyi yol tam bir çevrə, 2 pi və əlavədən ikinci cismin getdiyi yol qədər, yəni x qədər olmuş olacaq. Burada müddətin eyni olduğu deyilir. Yəni, t bərabərdir s bölünsün v. Onda s1 böl v1, yəni birinci cismin sərf elədiyi zaman s2 bölünsün v2. İkinci cismin sərf olunan zamanları bir-birinə bərabərdir. Deməli, birinci cismin getdiyi yol 2 pi üstə gəlinsin x bölünsün v1. İkinci cismin getdiyi yol x bölünsün sürəti v2. 2 pi'nin qiyməti 3, r'in qiyməti 20, üstə gəlinsin x bölünsün birinci cismin sürəti 5. Bərabərdir ikinci cismin getdiyi yol x və sürəti də 2'dir. Deməli, 5x bərabər olacaq 620, 240 plus 2x-ə. 3x bərabərdir 240, x olacaq 80 metr. Yəni, ikinci cismin getdiyi məsafə 80 metrdir. Onda zaman S2 bölünsün V2. Yəni, 80 bölünsün 2 olacaq 40 saniyə. Müddət hər ikisi üçün eynidir. Deməli, görüş 40 saniyə sonra olmuş olacaq.